My home is near here. Kəndlə bağlı, modalfelərlə bağlı teksti yazanda ondan əvvəlki cümləyə fikir verməliyik. Cümlənin tərcüməsində mənim evim bura yaxındır. Mənim evim bura yaxındır. Mən ora necə gedə bilərəm? I can't walk və can walk. Bunun ikisinin arasında səhv yazanlar var idi. Mənim evim yaxındırsa mən ona yeriyərək gedə bilərəm. Yeriyərək gedə bilərəm deyə can walk olmalıdır. Cavab, doğru cavab D bəndidir. Kim ki can't walk yazmışdır, tərcüməyə görə səhv yazmışdır. Əgər mənim evim yaxındırsa, mən ona yeriyərək, piyada gedə bilirəm. Yaxın deyilsə, can't olardı. Bildiyimiz kimi, kəndən sonra to ilə olan feil gələ bilməz. Kəndən sonra əmizarla feil gələ bilməz. ING ilə feil gələ bilməz. S feili ilə feil gələ bilməz. Bildik bunu. Hamı başa düşdü. Məhəmməd başa düşdü. Okey.